Fikir vermirsən, biz hər zaman harasa tələsirik. Danışmağa, birinə cavab verməyə, kimisə susturmağa və çox yaxşı fərqindəyik ki, bu tələskənlik hər zaman bizə xeyir gətirmir. Ancaq bizə elə gəlir ki, tez reaksiya verən güclü olandır. Belə bir misal var. Deyir, hər şeyə tez reaksiya vermək instinktini dayandıra bilsən, sadəcə bir neçə saniyəlik. O zaman hikmət deyilən o şeyə qovuşacaqsan. Bu deməkdir ki, emosional olduğun hallarda içindəki o hirsi, təlaşı bir anlıq dayandırmalısan. Sadəcə bir neçə saniyə. Bax, o bir neçə saniyə sənin ən güclü olduğun andır. Bilirsən niyə? Çünki sən o zaman duyğularının qulu yox, ağlının ağası olursan. Nitq dərslərində də biz təkcə yaxşı danışmağı yox, eyni zamanda yeri gələndə susmağı, yaxşı dinləyici olmağı, hisslərimizi idarə etməyi öyrənirik. Əgər sən də bunları tək başına öyrənməkdə çətinlik çəkirsənsə, dərslərimə yazıla bilərsən.